Qadiroğlu, Şəmkir rayon Keçirkent sakini. Hökumətin vaxtında qurulmuş məktəb vardı, 18-də dağıtdılar. Bunu Aləm Paşanın vaxtında bu məktəb stadionuna götürdülər. Qeyri-qanuni olaraq, qeyri-sənədlə başqa bir kəndin ambar sahəsi adından satdılar. O da gətirdi sənəddə qeyri-qanuni sənəddir. Sənədində də hamısı saxta sənədlərdir. İndi gəliblər ki, biz buranı götürək. Plus şəhidlərimizin adına 63 dənə şəhid, Çınar ağacı basılmışıq. Şəhidlərimizin bulağı var. O bulağın əsasında deyir ki, biz bu bulaqlı, ağaçlı zadı şəhidlərimiz, Çınarın hamısını silib təmizləyib, mən buranı satıram məhlə yeri kimi. Məhlə yeri dedim. Gəlsin görək, hansı qanunun əsas satır. Harada görsənib ki, şəhidlərin bulağını tutulsun. Şəhidin adına basılan Çınar ağaçları ləğv olunsun. Hansı qanunla yazılır? Cənab Prezidentimiz də bunu 2019-cu ildə bu stadionu kəndin zamanlarına həvalə edib. 2019-un qərarına. Təzədən təkrar var, 2019-da var, çıxır bağır edərdilər. Təzədən bir də gəldilər ki, iş köhnəlib, gedib. Təzədən bir də gəldilər ki, bir də bu torpağı biz alver eləyək. Niyə? Bu torpağı alver eləyən oğlan da vaxtilə Əskərov Binnət Şahvalətoğlu Şəmkir, o da keçili vətəndaşı idi. İndi hal-hazırda Gəncədə yaşayır, Gəncədə vətəndaşıdır. Özdə polisdir, mayor idi. Gəncə dəmir yolunun rəis işlədi, yüksəltik işlədi. Hal-hazırda bir dəqiqə pensiya çıxıb, 2500 manat, 2800 manat pensiya alır. Buna baxmayaraq, indi gəlib bir torpaq olub satıraq. Sənədlərini təqdim edib sizə? Sənədlərin təqdimlər bir qeyri-qanuni göstərmir. Dal deyir, gətir budur, gətir budur, gətir budur, gətir budur. Bizdən də sizə xahişimiz olsun ki, bunu işıqlandırasınız. Bu bizim Ali Cənab Prezident İlham Əliyev cənablarımız görsün, Mehriban xanımımız görsün, İlman Nazirliyi görsün. Sizə bizim demək xahişimiz olur. Başqa kiminsə sözü var? Başqa nə deyirik? Bax, bizim bu alaf qalxmaqla bizim bu cavan uşaqlar, bax, yerdən qalxan uşaqlar harda oynayacaq? Bir belə kəndim, sonra bir dənə stadionu var.Əkəllidir. Sizin tələbiniz odur ki, Tələbimiz odur ki, bizim yerində qalsın. Yerində də qalsın. Stadion yerində qalsın, kəndi zamanları başqa oynasın. kiminsə sözü var. Yəni geri Biz hamımız o söz deyirik. uşaqlar. Hamımız o söz deyirik. Futbol oynamasın. Məcbur gətirdi inəyini, danasını, qoyunu, quzunu uğramalıdır. Bundan hava hara getməlidir? Sağ həbsə getməlidir. Bu kimsə valideyni bədbəxt olmamağı şərti xətirə üçün gəlin bunu stadionu götür, kəndi cavanlarına verilibdir. Cənab Prezident veribdir. Danışda verilsin, qanun sənədləşsin, onlara da cəzasını doğru çəkəcək, çəkməyəcək, onu Cənab Prezident bilər, Mehriban xanım bilər. Qanun nədir, onu tələb edir qanun. Cənab xahiş edir ki, bunu hamısını işıqlandırmaq lazımdır, qüvvəyə də minsin. Vallahi bu hamısı Alim Paşa'nın oyunlarıdır. Bəli, bəli, bəli. Bax, bu Alim Paşa'nın oyunları. Bəli, bəli, bəli. Hə. O vaxtı saxta getdi. Fikrini dokument verib, pulunu alıb. Bəli. Ali Paşa verir. Ali Paşa verir. 70 min manat. 70 min manat əsasında Alim Paşayev bu torpağı satıb olaraq. 70 min manat əsasında. Adına qoyublar ki, hə biz 70 min, 30 min vermişiz. Ne deyir ki, mənim kəndə borcum var. Kəndə borcum var. Yesin mənim pulumu yığın verin, mən torpağa dəyinliyim. Sən kimsən? Sən torpağın var sənin. O torpağı var, bəli. Torpaq payı var. Bu yüzdə Karlok bağı var. Gözü Karlok bağını satsın, borcunu versin. Evi var, evini satsın. Kəndin ahalisi, kəndin yerdən qalxan zamanların, uşaqların həyatla oynamaq düzgündür mü? Aydın, başqa kiminsə sualı var? Başqa deyəcəm bu qədər. Bax bu şəhidlər parkıdır. Şəhidlərin adına park qoyum qarmışıq. Kəndin zamanları da o şəhidlərimizin tələbə yoldaşları, sinif yoldaşları, hamısı hər kəsə kimin nəyə güc çatdı 10 manat, 20 manat, 30 manat, 50 manat, kim nəyə güc çatdı verdi. Bax bu bulağızda qayırdıq, qoyduq, ortaya çıxartdılar. Sağ olsun kəndin zamanları. Biz sizdən xahiş edilir ki, bunlar da deyir ki, bu bulağızda süt dağıdacağıq, ağaç mağaç hamısını götürüb ləğv eləyəcəyik. Biz buranın altı torpaq alver eləyirik. Sizdən xahiş edirəm Cənab Prezident, Mehriban xanım, sizdən xahiş edirəm, buna bir köməklər eləsin bizə. Bizim torpaqlar satılmasın.